إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم عليه وعلى آله وصحبه أجمعين أما بعد. Öncelikle həmişə dua etdiyim kimi yenə dua edirəm ki, Allah Subhanahu Teala bu məclisimizi sevib razı qaldığı, ha belə mələklərin əhatə etdiyi məclislərdən etsin. Qardaşlar gözəl mövzulara toxundular, gözəl məqamlara toxundular. Mən də istəyirəm ki, fərqli bir mövzuya toxunum. Ola bilər ki, bu mövzuda olan bəzi faydalar sizə faydalı olsun. Və Allah Subhanahu Teala buyurur ki, وَذَكِّرْ فَإِنَّ ذِكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ Xatırlatma möminlərə fayda verir. Bugünkü xatırlatma etmək istədiyim mövzu səfərin ədəbləri barəsində olacaqdır. Səfərin ədəbləri barəsində. Biz bilirik ki, hamı Bakıdan rayona, rayondan Bakıya gedir və bu səfər edir. Və bu səfərin də öz ədəbləri vardır. Yəni şəriət hər bir məsələ yoxdur ki, orada qayda qoymasın, ədəb qoymasın, istər yemək olsun, içmək olsun, hər bir şeydə ədəb qoymuşdur. Bizim üzərimizə düşən odur ki, biz səhlənkarlıq etməməliyik. Hər bir şeyin, şəriətin qoyduğu ədəbləri öyrənməliyik. Və həmçinin də səfərin də özünə məxsus ədəbləri vardır. Gəlin nəzər yetirək, görək ki, bu ədəblərdən hansılardır. Və birinci səfərin ədəblərindən odur ki, cümə axşamı günü səfərə çıxmaq. Yəni, cümə axşamı günü səfərə çıxmaq. Kəb İbn Malik radiyallahu anh rəvayət olunur ki, buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm Təbuk döyüşünə cümə axşamı günü çıxdı. Allah Resulü sallallahu aleyhi və səlləm nadir hallarda cümə axşamı günü xaricində səfərə çıxardı. Və kimsə cümə günü axşamı əgər səfəri çıxarsa, günü axşamı çıxarsa, o zaman o Peyğəmbər sallallahu aleyhi və səlləm sevdiyi şeyi sevmişdir. Həmçinin də ikinci ədəblərdən, səfər ədəblərindən səfərə tək çıxmamaq. Necə ki, İbn Ömər radiyallahu anhuma rəvayət edir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm qal, Ləv ənən nəsə ya'ləmunə mə a'ləmu minəl vəhdə, mə sərə rakibun bileyl, yəni vəhdə. Buyurmuşdur ki, Allah Resulü sallallahu aleyhi və səlləm, əgər insanlar tək başına səfərə çıxmaqda nə olduğunu mənim qədər bilsəydilər, heç bir minik sahibi tək başına gecə səfərə çıxmazdı. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ər-rakibu şeytan və rakibəni şeytanəni və thələsətu rakbun. Buyurmuşdur ki, bir yolcu şeytandır, iki yolcu iki şeytandır, yəni iki şeytan sayılır, üç yolcu isə cemaatdır. Ona insan nə qədər səfərə çıxdıqda, çox olduqda, o qədər şeytan onlardan uzaq dayanır. Həmçinin də səfər ədəblərindən səfərdə əmir təyin etmək. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, 3 nəfər səfərə çıxarsa, aralarından birini başçı təyin etsinlər. Həmçinin də bu barədə Allahın kitabında bir ayə var. Allah Azza Cələ öz kitabına buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, Əti'ullahə və əti'ur rasulə və ulil əmri minkum. Buyurur ki, Allaha və onun Rasuluna itaat edin, həm də içinizdən olan əmr sahiblərinə itaat edin. Və bu ayə, dəyərli qardaşlarım, ərəb şəriətdə buna deyirlər səbəb-i nuzul. Yəni, ayənin emmə səbəbi. Ayəni nə üçün emmişdir? Bu ayə Abdullah ibn Huzeyfə ibn Qeys ibn Adiyyə Əs-Səhmi adlı bir sahabə barəsində emmişdir bu sahabə. Bu Peyğəmbər sallallahu aleyhi ve sellem onu qoşunla səfərə göndərəndə onu başçı təyin edir və bu ayə
inmişdir. Və bu da göstərir ki, bu ayənin içərisində də həmçində səfər başçıları da daxil olur. Yəni səfər başçılarına, yəni səfərdə kim başçı təyin olursa, ona qarşı çıxılırsa, bu günahdır. Yəni Allahın əmrinə qarşı çıxılır. Lakin səfərdə əmir başçı yalnız səfər məsələlərinə bağlı olan şeyləri əmr edir. Həmçinin də səfər ədəblərindən səfər üçün salih dost seçmək. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, La tusahib illa mu'minə və la ya'kul ta'amaka illa taqi. Buyurmuşdur ki, sallallahu aleyhi ve sellem, yalnız müminlə dostluq et və yeməyi də yalnız təqva sahibisin. Ona görə insan çalışmalıdır ki, yol çıxarkən yalnız salih insanla çıxmalıdır ki, ona hər bir baxımdan onun yanında olsun. Həmçinin də 5-ci ədəblərindən səfər duası etmək. İbn Ömər radiyallahu anhumdan rəvat ediyinə görə Allah Resulü sallallahu aleyhi ve sellem səfərə çıxarkən minik heyvana minib yerini rahatlayandan sonra 3 dəfə təkbir gətirər, sonra belə dua edərdi. Deyərdi ki, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Subhanəl-ləzi səxxərə lənə həzə və mə kunnə ləhu muqrinin və innə ilə Rabbinə ləmunqalibun. Allahum innə nəsəlükə fissəfərinə həzəl birrə və təqvə ومن عمل ما ترضى اللهم حبن علينا سفرنا هذا واطوي عنا بعده اللهم أنت الصاحب في السفر والخليفة في الأهل اللهم إني أعوذ بك من وعثاء السفر وكآبات المنظر وسوء المنقلب في المال وأهله. Buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem Allah en büyüktür. Allah en büyüktür. Allah en büyüktür. Bunu bizə tabi edən Allah pək müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, bizim Rəbbimizə qayıdacağıq. Allahın bu səfərimizdə səndən yaxşılıq, Allah qorxusu və razı qalacağın əməl diləyik. Allahım bu səfərimizi bizim üçün rahat et. Onun uzaqlığını bizə yaxın et. Allahım səfərdə dost və aləmiz üçün hamisənsən. Allahım səfərin ağırlığından, məyus edən mənzərədən, malda və ailədə xoşa gəlməz dərklikdən sənə panah aparım deyərdi. Həmçinin də səfərdən qayıtdıqda həmin duanı oxuyub aşağıdakı sözləri buna əlavə edərdi. Deyərdi ki, Əyyibunə Təyyibunə, abidunə li Rabbinə hamidun. Deyərdi ki, biz geri dönənlər, tövbə edənlər, ibadət edənlər, Rabbimizə həmd edənlərik. Həmçinin də 6-cı ədəblərdən səfərdə yolda gecələməmək. Yəni yolun kənarında gecələməmək. Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, gecə ara verib yatacağınız zaman yoldan ayrılın və bir kənara çəkinin. Çünki yol heyvanların keçəcəyi və böcəklərin gecələyi yerdir. Və Allah Resulü sallallahu aleyhi ve sellem səfər zamanı gecə dayanmaq lazım gəldikdə birbaşa yolun üzərində deyil, yolun kənarında qalmağı tövsiyə etmişdir. Çünki yollar insanlardan başqa heyvanların da keçid yeridir. Gecə aktiv olan böcəklər və vəhşi heyvanlar üçün də istifadə olunan təbii keçidlər. Yəni o vaxtları dəvə ilə, atla yolla keçəndə ola bilər ki, o dəvədə, o atda keçəndə yemək qırıntıları yollara düşür. O yollara qırıntılar düşəndə gecə böcəklər həmin qırıntıları yeməyə gəlirlər. Sən yolun qırağında həmin o insanlar gecələyəndə həmin həşəratlar gəlib zərər verə bilər. Həmçinin bu müasir alimlər nəyə də qiyas edirlər? Müasir alimlər deyirlər ki, insanın əgər maşında gedərkən yuxusu gələrsə, yatmaq istəyərsə, yolun qırağında deyil, maşını saxlayıb yolun qırağında deyil, yoldan daha uzaq bir yerdə saxlayıb yatmalıdır. Niyə? Çünki bu hədisdə müqayisə edərək ola bilər maşından arxadan gəlib səni vura bilərlər. Nə qədər olub ki, biz müşahidə etmişik ki, yolun qırağında saxlayıb, maşında olur, arxadan gəlib vurublar, maşında həyatını keçirib. Həmçinin də 7-ci ədəblərdən, səfər ədəblərindən gecə səfər etmək. Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, Aleyküm biddulcəh فَاِنَّ الْأَرْضَ تُطُوَى بِالْلَيْلِ Buyurmuşdur ki, gecə səfərinə üstünlük verin. Çünki yer üzü gecə yığılır. Yəni, gecə vaxtı gedəndə yol qısalır və səfər rahat edilir. Həmçinin də səfər ədəblərindən səfərdə bir yerdə gecələmək, ayrı-ayrı yerlərdə gecələməmək. Necə ki, Əbu Sələb Əl-Xuşan radiyallahu demişdir ki, sahabələr bir yerdə qonaqlayanda dərələrə, yarhamkallah, sahabələr bir yerdə qonaqlayanda dərələrə,
boyunlara və dağ yollarına dağılışardılar. Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, sizin dağ yollarına və dərələrin boylarına bu cür dağılmağınız şeytandandır. O gündən sonra sahabələr qonadıqları yerdə bir daha bir-birindən ayrılmadılar. Ona görə insanlar səfərə çıxdıqda ayrı yerdə yox, bir yerdə toplaşmalıdır. Niyə görə? Çünki müsəlmanlar bir yumruq kimi bir yerdə cəmləsinlər. Həmçinin də səfər ədəblərindən səfərə götürülən ən xeyirli azuqə, səfərdə götürülən ən xeyirli azuqə təqvadır. Necə ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gəldi. Dedi ki, ya Rasulallah, inni uridu səfərə, fəzəvvidni, qalə zəvvədəkallahu təqva. Necə ki, gəlir deyir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləm, ey Allahın Rasulü, mən səfərə çıxmaq istəyirəm. Mənə bir tövsiyə, bir arzuqa ver. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah sənə təqva sahib etsin. Sonra həmin kişi deyir ki, zidni, qalə və qafara zənbək, qalə zidni, bi-əbi əntə və ummi, qalə və yəssərə ləkəl xayrə heythumə kunt. Və həmçində həmin kişi deyir ki, artır. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Allah sənin günahını bağışlasın. Yenə deyir ki, anam, atam sənə fəda olsun, ey Allah Resulü. Yenə artır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, harada olursansa ol, Allah sənə xeyir və yaxşılığı asan etsin. Həmçində səfər ədəblərindən səfərdə yüksəyə qalxanda təkbir gətirmək, Allahu Ekber demək və aşağı enəndə isə təsbih etmək, Subhanallah demək. Necə ki, İbn Ömər radiyallahu anhuma rivayet edir ki, kânən nəbiyyü sallallahu aleyhi və səlləm və cuyuşuhu izə alavu sənaya kəbbəru və izə həbəttu səbbəhu. Buyurmuşdur ki, Allah Resulü sallallahu aleyhi və səlləm və ordusu təpələrə qalxdıqda təkbir edədilər. Yəni Allahu Ekber deyərdilər. Aşağı enəndə, yəni düzənli sahə enəndə isə Subhanallah deyərdilər. Ona görə insan da səfərdə, yüksəklərə çıxanda Allahu Ekber, aşağı enəndə isə Subhanallah deməkdir. Bu yalnız səfərə aiddir. Bunu öz qaldığınız bölgədə, təpəyə qalxanda, düşəndə o edilmir. Həmçində səfərdə dua etmək. Səfərdə dua müstəcəbdir. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Thələsu da'avatin müstəcəbətun, da'vatul məzlum və da'vatul musafir və da'vatul validi alə validihi. Buyurmuşdur ki, 3 dua vardır ki, qəbul olunacağına dair şək şübhə yoxdur. Onlardan birincisi məzlumun duası, ikinci səfərdə olanın duası, üçüncü isə valideynin övladına etdiyi duasıdır. Ona görə səfərdə olan insanın duasının qəbul olması daha yaxındır. Həmçinin də ədəblərdən insan səfərdə bir yerdə qonalıqda oranın şərrindən Allaha sığınmaq. Əbu Hüreyrə rivayet edir ki, radiyallahu anhu, bir kişi Allah Resulü'nün sallallahu aleyhi ve sellem yanına gələrək, ey Allahın Resulü, dünən axşam məni sancan bir əqrəbdən nələr çəkdim dedi. Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, əgər axşamladığın zaman Əuzu bi kəlimatillahi təmməti min şərri mə xaləq desəydin, yəni yaratdıqların şərindən Allahın tam kələmlərinə sınıram desəydin, sənə heç bir şey zərər verməzdi. Ona da insan bir yerdə, səfərdə nəsə zərər verəcək bir şey hiss etsə, bu duanı etməlidir. Həmçinin də səfər ədəblərindən qadının məhrəmsiz səfərə çıxmaması. Qadın məhrəmsiz səfərə çıxa bilməz. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Lə tusafilil mər'atu illə mə'azi məhrəm. Buyurmuşdur ki, heç bir qadın məhrəmsiz səfər etməsin. Bir adam müasir alimlərimizdə olan İbn Baz rəhmətullah aleyhdən sual sormuşdur. Demişdir ki, sual olaraq, mənim 70 yaşlı anam vardır. 70 yaşlı anam. İstəyirəm ki, onu hava limanından öz yaşıtları və etibarlı qadınlarla birlikdə tək həccə göndərim. Yəni, istəyirəm ki, anamı, 70 yaşlı anamı qadınlarla qoşulub həccə getsin. Bu icazəlidirmi? İbn Baz rahimehullah bu sualın cavabında demişdir ki, onun məhrəmsiz səfər etməsi icazəli deyildir. Sən onun məhrəmi kimi onunla səfərə çıxmalısan. Olduğu şəhərdən başqa yerə aparmalısan. Əgər sən bunu edə bilmirsənsə, sənin digər qardaşın və ya onun qardaşı oğlu
və yaxud onun qızının oğlu, yaxud da digər məhrəmləri ilə səfər etməlidir. Məhrəm mütləq olmalıdır. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, heç bir qadın məhrəmsiz səfər etməsin. Düşünün, əgər bunu alimlərimiz, Rabbani olanlarımız 70 yaşlı qadına deyirsə, ondan aşağı olan qadınlar ələxsus. Həmçinin də ədəblərdən yol yoldaşına yardım etmək. Ədəblərdən yoldaşına yardım etmək. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, yanında artıq minik heyvanı olan heyvan olmayana versin. Artıq azuqası olan da azuqası olmayana versin. Deyərək, demək olar ki, hər cür malın adını çəkdi, hətta biz heç bir malın artıqında haqqımızın olmadığını düşündük. Bu nə deməkdir? Yəni, insan səfərə çıxarsa, səfər yoldaşına hər bir yaxşılıq etməlidir. Nəsə yoxsa onunla paylaşmalıdır. Çəkilməməlidir qırağa, səhlənkarlıq etməməlidir, nəsə gizlətməməlidir. Öz səfər yoldaşına canla, başla yardım etməlidir. Həmçinin də səfər ədəblərindən səfərdən tez qayıtmaq. Səfərdən tez qayıtmaq. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, demişdir ki, səfər əzabın bir parçasıdır. O, hər birinizin yeməyindən, içməyindən və yatmağından qoyur. Ona hər kim öz tələbatını ödəmişdirsə, ailəsinin yanına tələsin. Həmçinin ədəblərdən gecə xəbərsiz evə gəlməmək. Evə gecə xəbərsiz gəlməmək. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, İzə ətələ əhədukumul qeybə fələ yətruk əhləğul leylə. Buyurmuşdur ki, biriniz uzun müddətli səfərdən gecə ikən evinə qayıdarsa, ailəsinin qapısını döyməsin. O mənadır ki, yəni insan gecə vaxtı ailəsi bilmədən gələrsə, onun zövcəsi onun qarşısına çıxarsa, ona xoşa gəlməz üzdən çıxar, yəni heyətindən çıxar və xoşa gəlməz, gözündən düşər zövcəsi. Amma xəbəri olarsa, bilərlər ki, doğrudan da sən filan vaxtı gəlirsən, burada heç bir problem yoxdur. Burada nədir? Xüsus xəbərsiz olaraq evə gəlməsi. Həmçinin də səfər ədəblərindən səfərdən gəldikdə məscidə baş çəkmək. Necə ki, sahabələr demişlər ki, Allah Resulü sallallahu aleyhi ve sellem səfərdən gəldiyi zaman adəti üzrə ilk məscidlə başlayar. Sonra daxil olub 2 rükət namaz qılardı. Sonra da orada olan cəmaatla hal əhval tutmaq üçün birgə oturardı. Və həmçinin də sonda, qardaşlar, səfərdə verilən bizə rüxsətlər vardır. Hansı ki, bu səfərdə yalnız Allah azza və cəllə bizə lütf olaraq vermişdir. O nədir? Namazı qısaltmaq, birləşdirmək namazı, 3 gün coraba xofa məs etmək, su olmadıqda təmin etmək və yaxud da orucu açmaq. Bu da səfərin rüxsətlərindəndir və ədəblərindəndir. Və Allah subhanahu teala dua edirəm ki, bu verdiyim sizə olan faydaları hər bir üçün faydalı etsin. Subhanak Allahum və bihamdik. Əşhədu ən la ilahə ən əstəğfiruka və etûbu ileyk. Allah sizdən razı olsun qardaşlar.